Əlləri qabağa uzat. Barmaqla uzat mənim kimi. Mümkün qədər qabağa uzat. Qolun açılmasında çətinlik var. Gözləri yum, barmaqları arala. Görürsünüz bu, buna biz Romberg vəziyyəti deyirik. Romberg vəziyyətində əllərdə tremor olsa da bədən öz müqavimətini saxlayır. Sonra burun barmaq testi eləyəcəyik. Belə dayan, belə. Bu barmağın ucun gözü yumlu şəkildə burnun ucuna, digərinin ucun burnun ucuna belə qoy. Gözü yum. Ay sağ ol. Burun barmaq testinə də baxın. Baxmayaraq tık deyilən əsmə var, amma xəstədə burun barmaq testi alınır. Yəni ətrafların tremoru var. Tremor dominantlıq var. Amma bədənin tarazlığını saxlamaq qabiliyyəti hələ də itməyib. İndi bax belə eləyək. Tək ayaq üstə dayana bilərsənmi? Ay sağ ol. İndi bu ayağından? Bu ayağından çətin, oynaq istəmirəm. Aha, görək. Mənə verəli. Köməkli. Deməli, tək ayaq üstə durmaq belə alınır, travma aldığı ayağı çıxmaq şərti ilə belə.